Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Xoş gördük sizləri. Bugün də belə bir kurabiyə pişirdim. Onu da istədim sizlə dəyişəm. Həmişə qozla, fındıqla, başqa üsulla eləyirdim. Amma indi bu dəfə eləmədim. Sadə elədim, üzərinə də yumurta elədim. Siz heç semişqalı kurabiyə görmüşdünüzmü? Mən də istədim qoy dəyişik olsun. Üzərini yumurtaladım. Yalnız küncütlə, semişqi ilə də üzərini bəzədim. Özündəki kəsənlə kvadrat, yumru gül kəsənlə kəsmişəm. Yumruları, gülü küncütlə eləmişəm. Bunu da belə semişqi elədim ki, qoy maraqlı olsun. Hazırlanma qaydası da 5 ədəd yumurta, bizdə xırdal idi yumurtalar, kənd yumurtası idi. Onun üçünün sarısı qaldı, ikisinin də ağını, ikisinin sarısını üzəri üçün saxladım. Sonra bir stəkan bütöv 200 qramlıq stəkandan, bir də 3 barmaq artıq pesok tökdüm. 160 qram yağı əritdim, dağ elədim yəni. Ona bir xörək qaşığı duru yağ, 4 stəkan un, bir qabartma, bir vanil. Bu bizim xəmirimizin, yəni kurabiyələrin xəmiridir də, yəni resepti. Bir stəkan bütöv, 3 barmaq da artıq, qoyanda pesok, 5 yumurtanın elə bil ki, ikisinin sarısını götürmüşəm. Siz məsələn 4 də qıra bilərsiniz. Yəni böyük yumurtalarsa, bu mağazin yumurtaları böyük olur. Bu kənd yumurtaları idi, xırda idi. Ona görə 5 götürdüm. Bir qabartma, bir vanil, 4 stəkan da un, 160 qram belə yağ, bir xörək qaşığı da duru yağ. Yəni ki, bu xəmiri həlləmək üçün. Xəmirimizi də bir 15-20 dəqiqə, yəni bu şirəli xəmir yağlı olanda biraz adamın əlinə yapışan olur. Ona görə də soyuducuda qoydum bir 15-20 dəqiqə. Xəmir özünə gələndən sonra, ondan sonra başladım, kündələdim, yaydım. Sonra da ki, kəsənlə kəsdim. Üzerini də belə bəzədim. Hazırlamaq istəyən hər kəsə də nuş olsun. Hər bir evi eşiyə çoxlu, bol rüzü, bərəkət yetirsin Allah. Can sağlığı versin. Kanala dəstək olanlara da çoxlu minnətdarlığımı bildirirəm. Əlləriniz var olsun. Allah sizdən razı olsun. Vallahi belə düz ürəklə deyirəm, elə sizin qarşınızda da belə baş əyirəm ki, çoxlu kanalın bizi dəstək olursunuz. Takip edirsiniz, like edirsiniz. Allah əllərinizi var eləsin. Göz haqqınızı da halal edin. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Aradan bizdə bir səs gedir bu video çəkən vaxtlar. Mənim o dəcəl nəvəm qışqırıb, bağıranda hərdən birdən burada bir, elə bilirsən, belə demək də pis çıxmasın. Belə bir cin səsidir, bilmirsən, nə səsidirsə, o səs gəlir arada belə də. İndi yəqin bunu baxanlar özləri bilər. Çox dəcəldir, çox. Bir iş görəndə mən onunla, nə zulümlə görürəmsə, onu Allah bilər, vallahi. Siz gözünüz görsəniz, məhəttəl qalarsınız ki, bu belə uşaq hələ yer üzünə gəlməyib. Har aparırıq, deyirlər, hiperaktiv uşaqdır, enerjilidir, enerjisini çıxartmalıdır. Ona görə də evimizdə, eşimizdə bir yerdə tutar qoymur. Yəni aboylarımız cırıq-cırıq, yığdığımız yer dağıdar. Ondan sonra sakit dayanmaz. Məsələn, bir iş görə bilməzsən onun əlindən. Bağça da narazılıq edir də, onu bağçaya qoyanda ki, bizi bu gün buraya qədər yığıbdır. Allah hər kəsə can sağlığı versin. Düzdür, uşaq evin gülüdür. Allah olmayanlara da qismət eləsin. Yenə deyirəm, göz haqqınızı da halal eləyin. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.